100 min nəfər, 100 min nəfər, 100 min nəfər. 10 min deyil, 30 min deyil, 50 min heç deyil, 70, o da deyil. 100 min abunəmiz oldu uşaqlar. 100 min. Yəni hardasa bundan 4 səhv eləmirəmsə martın 12-si olmalı səhv eləmirəmsə 10 min abunənin sual cavabını seçmişdim və onun üstünə nə istəyirəm? İyun, martdan sonra iyun gəlir. Aprel, may, iyun. 3 ay ərzində 90 minə yaxın abunə deməkdir bu. Zarafat deyil, həqiqətən 90 minə yaxın abunə sadəcə 3 ay ərzində deməkdir. O videoda demişdim. Bəlkə də xatırlayanız vardır. Həmin qismini qoyacağam bura. İnşallah bu videonun 20 min abunəsini, 30 min abunəsini, 40 min abunəsini, hətta 100 min abunəsini seçək bu il ərzində. 100 min biraz çətindir. Əslində 50 min belə çətindir bu il ərzində. Amma bəlli də olmaz yəni Allahın işidir. Yəni o vaxtlar o qədər gözümün qabağını görmürdüm ki, 50 minə belə bu il içərisində çətin deyirdim. Amma artıq 100 min abunə. Şaşa bilsən, 100 min abunə o bir sənə deməkdir. Bu dünya üzərindəki 34 dənə ölkədə əhali olaraqdan daha çox bir abunə sayısı deməkdir. Yəni nə demək istədim başa düşdünüz? Yəni əhalisi falan. Nəysə də axı işdə çoxdur. Yəni onu deməyə çalışıram. Həqiqətən yəni mən əgər 5 ay əvvəl mənə desəydilər ki, sənin 5 aydan sonra bu qədər abunə olacaq, mən həqiqətən gülərdim də yəni. Həqiqətən gülərdim, deyərdim ki, nə danışırsan da, yəni bu mümkünsüz bir şeydir də. Yəni 100 min abunə bir sənə deməkdir. 100 min abunə bu demək ki, sən real olaraqdan bir YouTubersan, başa düşürsən? 100 min aç, yəni zordur da, zordur. Başa düşürsən? Nə inşallah hər birinizə görə, bu abunə olan hər kəsə görə bir hamısına təşəkkür edirəm 100 min abunəyə görə. 100 min abunəyə özəl, bu da bir 100 min abunəyə özəl video. Ancaq bundan əlavə bir dənə 100 min abunəyə özəl video gələcək. Gələn həftə içərisində gələcək. Yəni tam olaraqdan sadəcə bu deyil. Sadəcə bundan qurtarmayacaq 100 min abunəyə özəl elədiyim şey. Başqa bir dənə video gələcək. Buna görə də bildirimləri açın. Gələcək yaxında. Narahat olmayın, yaxında gələcək 100 minə özəl əsas videomuz. Bu gün axırıncı dəfə, artıq bu kanalda axırıncı dəfə sual-cavab videosu çəkəcəm. YouTube'da postlara atım. Bu nədir? Bax bu nədir? YouTube'da postlara atmışdım ki, suallarınızı yaxın, sual-cavab yaxın nədir? Danışamıram. Suallarınızı yazın, axırıncı dəfə sual-cavab videosu çəkəcəm deyə. 59 dənə sual almışam və bütün ağlınızda bütün nə suallar varsa hamısını cavablandıracağam. Bunu deyim ki, keçən videolarda verdiyi sualları bu videoda almamışam. Buradakı linkdən bir dənə playlist yaratmışam. Həmin playlistdə digər 2 sual-cavab videosu da var. Bir 10 mində, bir 30 mində çəkmişəm, bir də 100 mində çəkiş və bundan da bu kitabı bağlayırıq sual-cavab videosu. Artıq mənim haqqımda ismi çölümü biləcəksiniz də, ya başa düşürsünüz. Gəlin görək nə suallar yazırsınız, nələr bilmək istəyirsiniz. Getdik. Deyir həyatda ikinci səfər geri dönsəydin, nəyi dəyişdirmək istəyərdin? Həyatda ikinci səfər geri dönsəydim, bu işə həqiqətən sözümün əsl mənasını deyirəm. Bu işə daha tez ciddi şəkildə baxardım. Məsələn, 8-ci sinifdə başlamışam da, səhv eləmirəmsə 2018-ci ildir bu işə başlamışdım. 2018-ci ildən bu yana düzdür. Onda da bayağı həvəsli idim. Yəni daha çox video çəkirdim, eləyirdim. Hardasa bir il elə çəkdi də. Ondan sonra kanalım getdi. 2020-ci il idi hardasa. Kanalım getdi, batdı. Ondan sonra həvəsdən düşmək saat universitetə girdim. Universitet dediyim yəni universitetə hazırlaşmaq falan girdi. 10-cu 11-ci sinif. Falan oralarda bir boşluq oldu. Heç video ata bilmədim. Atdımsa da elə belə şeylər atırdım, səhv eləmirəmsə. Sonra 1-ci kursdan təzədən başlamışdım. Sonra 3-cü kursun axırında, yox, 2-ci kursun axırında sonra kanalım təzədən bağlandı. Sonra 3-cü kursda təzədən açdım. Ondan sonra bu yerə gəldi, çıxdı. Ağlım olsaydı daha tez bu işə ciddi gözlə baxardım. Qızın olsun istərdin ya oğlun? Əslində baxanda qızın, oğlunun heç birinin fərqi yoxdur. Başa düşürsüz uşaqlar. Uşaq uşaqdır. Ancaq qız olsa daha yaxşı olar. İndiki Fərəz yoxsa 5 il sonrakı Fərəz. Baxır indi 5 il sonrakı Fərəz nətərdir də? Pasiyakdır, bomjdusa 5 il sonrakı Fərəz seçmərəm. Amma əminəm ki 5 il sonrakı Fərəz indiki halıma deyəcək ki, "Ay, bəd bax, nə var la bu?" İnşallah belə deyər. Buna görə 5 il sonrakı Fərəzi deyirəm. Özümdə sevmədiyim bir xassiyyətim var. Özümdə sevmədiyim bir xassiyyətə şey deyə bilərəm. Məsələn, arada olur ki, bəzi hadisələrə lazımdan daha çox reaksiya verirəm. Videolarda da bu ola bilər məsələn. Belə videolar olur ki, məsələn, çox reaksiya verirəm də, məsələn, elə şey lazım deyildir. Videolar məsələn, siz baxırsınız ha, məsələn 10 dəqiqəlik video baxırsınız, mən onu 25 dəqiqə, 30 dəqiqə çəkirəm, amma 10 dəqiqəyə qısalır. Bəzən elə videolar olur ki, məsələn, video fikir bildirdiyim fikir mənim heç özümə də xoşum gəlmir. Fikir bildirdiyim reaksiya özümə də xoşum gəlmir. O görə oraları kəsirəm. Yəni bu ola bilər sevmədiyim bir xassiyyət. Çox bir şeyləri çox abartmağım ola bilər. Neçə yaşından Brawl Stars oynayırsan? Mən 2018-ci detone oldum orada. 2018-ci ildən bəri Brawl Stars oynayıram. Globala ilk çıxanda yükləmişdim. Dedim ki, bir dənə şans verim də, bəlkə maraqlı oynalar. Və onda oynamışdım. Onda bazımı telefonda yükləmişdim. Harca bir birinci kursa qədər telefonum olmayıb da. Yəni başa düşün, neçə il edir? 3 il boyunca onun telefondan oynamışam. Bu Brawl Stars falan bütün oyunları ümumiyyətlə. Bəli, onda başlamışdım. Yəni hesabım da öz hesabımdır, bildiyiniz qədərilə ya da bilmədiyiniz qədərilə. Keçən səfər hesab tanıtım videosu çəkmişdim. Gəlib bir yazmışam. Onsuz da öz hesabın deyil də, nəyə tanınırsan ki? Qardaşım, kanalın biraz dərinliklərinə in, orada görəcəksən köhnə videoları. YouTuber olduğun dövrdə hər hansı bir YouTuber'ı qısqandınmı? Sən bir dənə söz deyim. Mənim çəkdiyim content kimi Azərbaycanda video çəkən Zevsi deyə bilərsiniz. Abi Zevs ümumiyyətlə şey deyilən tərəfimi tam olaraqdan kanal reaksiya kanalı deyil də, başa düşürsən. Kontentimlə birə-bir uyuşan kanal. Məsələn, türklərdə var, Görkəm Karaslan məsələn. Eyni elə mənim kontentimlə uyuşan kanaldır. Yoxsa yəni birini ümumiyyətlə niyə qısqansın? Qısqanmaq bilsən nədir? Çox zəiflik belirsiz uşaqlar. Kimsə ümumiyyətlə qısqanmayın. Onu örnək ala bilərsiniz, idol olaraqdan görə bilərsiniz. Ancaq qısqanmaq məncə düzgün bir şey deyil. Heç kəsə də qısqanmağı tövsiyə eləmirəm. Heç sevmədiyim bir insanla məcbur olaraq vaxt keçirdimmi? Universitet illərimin zaten 4 ildə demək olar ki, beləncə keçib. Heç sevmədiyim, ümumiyyətlə sinifin 90%-dən demək olar
insanlar ki nifrət edirdim. Onlar da məndən nifrət edirdilər. Bilmirəm nə varmışdım onlara artıq. Hə, beləsinə, yəni sevmədiyim insanlarla bu tipdə vaxt keçirmişdim. Fərəz, niyə Rəşidi elə zorbalayırsan? Çünki Rəşid zorbalanmağa haqq edir. Var zarafat edirəm. İçimizdə Rəşid bilsən necədir? Videolarda təsvir etdiyim müddətcə başa düşürsüz də Rəşid nə xarakterində, nə tipdə bir insan olduğunu. Böyle şey zorbalama olan ləzzət edir. Başa düşürsüz. Özdə heç nə demir, özdə də ləzzət edir. Böyle adam demək istəyir, dediysə demək istəyir. Yoxsa ondan təbii ki problemim yoxdur. Zaten belə şeylər onun xəttində versəydi eləməzdim zaten. Bir isə çalışmaq istəsəydin o iş hansı olardı? Sən mən indi işsiz, çulsuz biri demək istəyirsən, düz yersən. Bu arada mən necə deyim, Kol Akademiyaya getdiyim dövrlərdən bu şeylər çox xoşuma gəldi. Bizim müəllimlərin işlədiyi iş ümumiyyətlə çox xoşuma gəlmişdi. Həm müəllim kimi işləyirdilər, həm də freelancer xaricdən işləyirdilər. O iş xoşuma gəlmişdi bayağı bir. İndi də o iş xoşuma gəldi. YouTuberlıqdan ikinci planda, yəni ən çox sevdiyim iş o ola bilər. Ailəndən səni kim dəstək olurdu? Heç kəs. Özüm. Все, tardı. Heç kəs. Ailəmdən bir dənə özümə dəstək olurdu. Ən nifrət etdiyin insan növləri. Lazımsız lovğalanan, puluna görə lovğalanan əsasən, səhvin qəbul eləməyən, üzr istəməyi bilməyən, ancaq özün düz görən insan tiplərindən nifrət edirəm. Məncə siz də bu tip bu tip insanlardan nifrət eləmə. Bürcümün nə olması istəyirəm? Abi bürcüm nə dəxlisi var ki? Bürcümün mənim həyatımda bu dəqiqə yəni önəmi nədir də yəni? Balıq olsam nə dəyişirlər, oğlaq olsam nə dəyişirlər, əkizlər olsam nə dəyişirlər? Sadəcə bir dənə bürcə inanan bir dənə qıza desən ki, mən balığam, məsəl üçün deyirəm də. Deyəcək ki, yox, mən səninlə sevgili olmuram, mən balıqlarla sevgili olmuram. Yəni belə reaksiya verir böyük ehtimal. Bürcün ümumiyyətlə heç bir fərqi yoxdur uşaqlar. Buna görə də şirəmmişdir, mənim qardaşım deyirəm və bürcümü dəyişdirməyi heç istəmirəm. Hansı YouTuber ilə video çəkmək istəyərdim? Bax elə, Azərbaycandan. Bax elə, mümkün deyil. Ancaq bilirəm mümkün deyil. Prosta Harun Məmmədovdan həqiqətən də video çəkmək istəyərdim. Yəni bildiyin adam Azərbaycan YouTube'unun məncə kralı odur. Yəni tək mənalıdır da. Yəni onunla video çəkmək istəyərdim mümkünsüz olsa da. Aslanov 66 yazıb ki, 666 imiş. Sənin atdığın videoların yorumlarında videola əlaqəli şeylər paylaşırlar. Məsələn, Fərədin Karazmazov buna görə nəsə önləm al. Buna görə niyə önləm alım ki? Yəni bir sempati duyurlar ki, onu yazırlar. Yəni buna qarşı niyə önləm alım ki? Bunlar yaxşı yorumlardır. Bunlar nə deyə bilərəm ki? Yazırlar, yazsınlar da. Yəni ürəklərindən gəlir, yazırlar yəni. Bunda nə problem var ki? Niyə ancaq sarışın və qısa saçları sevirsən? Bu arada sarışın takıntım yoxdur. Onu söz gəlişi deyirəm bu arada. Yəni sarışın olsa da olar, olmasa da olar yəni. O qısa saç, nə bilim, qısa saçlar amma qəşəng gəlir. Nəsə 100k abunə üçün nə fikirlərim var? Fikirlərim var, yaxın zamanda gələcək. Bildirimlər aç. Bildirimlər aç. Yaxşı, sən yaxşı uşaqsan. Sən mən 100 min eləyən abunələrdən birisən. Nə olsun ki, hamısı olmasan da birisən. O görə pat. Eynəkçiləri sevirsən, yoxsa eynəksizləri? Heç bir fərqi yoxdur mənim üçün. İstəyir eynəkli olsun ya da eynəksiz olsun. İstədiyin həyatı yaşamaq, amma YouTuberlığı buraxmaq. Buraxardın. Təbii ki, buraxmazdım. Çünki bilirsən niyə? Çünki istədiyim həyat YouTuberlıqdır. Başa düşürsən? Bu necə istədiyim həyat olacaqdı? Onda YouTube buraxıramsa, bu mənim istədiyim həyat olmayacaq. Buna görə də qəbul etməzdim. Salam, Ramalı necə tanımsan? Nə olar bax. Ramalı mən 8-ci sinifdə məktəb dəyişmişdim. Başqa bir kənddən o birisi bir kəndə getmişdim. Güya mükəmməl təhsil verirdilər orada. Məsələn, bizimkindən qat-qat yaxşı idi sözün düzü. 8-ci sinifdə ora getmişdim. Başqa bir məktəbə, Rəşidlə bir yerdə getmişdik bu arada. Rəşidlə aram yox idi də onda, nəysə. Ramalı orada tanımışam. Bəli, Ramalı orada heç biz gələndə heç bizlə arası yaxşı değildi bu arada. Harca 10-cu 11-ci sinifə qədər bizdən bildiyin düşman kimi idi. Gəlirdi, durduq ya adamı şapalaq zat vururdu. O dərəcədə deyirəm sənə. Ondan sonra Ramalı gördü ki, oxuyan uşaqdır. O birisi gördük avara uvaradır. Yəni universitet fikirləşirsiniz, bizim sinifimiz var idi. Sinifimizdə bir harca sinif uşaq var idi. 20 dənə olardı. 30 ya da 20 dənə uşaq var idi. Təm dəqiq yanında deyil də. Cəmsi oradan 4 dənəsi universitetə qəbul oldu. 30 dənə uşaqdan cəmsi 4 dənə universitetə qəbul oldu. Biri mən idim, biri Rəşid idi, biri də Ramalı idi. Bir də bir dənə Vəli adlı uşağı idi, səhv eləmirəmsə, bir də o idi. Cəmsi 4 nəfər uşaq universitetə qəbul oldu. Yəni sinifin zibilliyinə baxa bilirsiniz yəni. Nə universitetdə üzümüz güldü, nə məktəbdə üzümüz güldü. Allah bu nə də beləsinə. Qurban olum millətimin kontentindən niyə şəkillər videonun əlaqəsiz olur? Hə, bəli, bunu çox yazırsınız yorumlarda. Bunun açıqlaması indi verim. Əgər YouTuberlıqla məşğulsunuzsa, əgər sizə də bir tövsiyə verirəm. Əgər insanların nəyə marağı varsa, onu eləməlisiniz. Video məsələn, video maraqlı olduğunu, məsələn, özümü tərəfləmirəm. Ancaq video maraqlı olduğunu bilirəm ki, yəni ki, bu insan bu videoya girsə, baxacaq. Heç olmasa yarısına qədər baxacaq. Əgər elə olmasaydı, zaten videonun ortalama izlənməsi 50%-dən 60% arasında olmazdı. Buna görə də əsas məsələ adamın videoya çəkməkdir. Videoya çəkdin ki, su kimi axıb keçəcək də, başa düşürsən. O videoya baxacaq, bəlkə xoşuna gələcək, abunə olacaq. Söhbət sadəcə adamın video çəkməkdir. Söhbət çox az gülürsən. Çünki gülməli şey yoxdur. Nəyə gülüm? Həyat və sosial media gülməli olmayan şeylərdən ibarətdir. Yəni sosial medianın ümumiyyətlə 90% gülməli olmayan şeylərdən yaranır. Mənim videolarım kimi. Nədən başqa ölkənin YouTube yoxsa YouTube? Bax qardaşım, Mehman TV 7523. Birincisi öz dilində danış, çox xahiş edirəm. İkincisi də ki, öz dilimiz qala-qala niyə başqa dildə video çəkim? Çəkirdim. Bir ilk kanalımda Oyun Treni adlı bir dənə kanalım var. Oyun videosu çəkirdim orada, türkçə danışırdım. Mən YouTuberlığı türkçədən öyrənmişəm. Buna görə də orada türkçə danışırdım. Bir yerdən sonra fikir verdim ki, yəni türkçə danışmaq düzgün bir şey deyil də, başa düşürsən? Öz dilin qala-qala türkçə danışmaq nə bilim, bəlkə daha tez inkişaf eləyərsən, amma prosta mənim fikrimdə düz deyil də, yəni. Səncə bir qızdan ən çox xarici gözəllik daha önəmlidir, yoxsa daxili gözəllik? Baxın uşaqlar, xarici gözəllik bəlkə sizi 1 ay, 2 ay xoşbəxt eləyəcək, ancaq daxili gözəllik sizi 1 ömür xoşbəxt eləyəcək. Buna görə də xarici gözəlliyi daxili gözəlliyə seçən birisinizsə elə biri olmayın. Çünki nə vaxtsa peşman olacaqsınız.
Hansısa videonu atandan sonra peşman olmusan və olmusansa niyə? Bu arada videolar atmamışdan əvvəl 20 dəfə fikirləşirəm, çəkməmişdən əvvəl 20 dəfə fikirləşirəm. Buna görə də atandan sonra peşman olduğum olmayıb yəni. Nə qədər pis yorum gəlsə də, yəni peşman olduğum olmayıb. Yaxşı çəkmişəm, əzəb edirəm. Vay zübür, nə qədər yorum yaz. Ən çox səyahət etmək istədiyin ölkə. Bunu deyəsən cavablamışdım, ancaq yenə cavablayaq da. Ən çox Türkiyəyə getmək istəyirəm bu arada. Türkiyə, İzmirə getmək istəyirəm. Səncə niyə Azərbaycanda çox az YouTuber var? Azərbaycanda bilirsiniz nədir? Dəstək yoxdur söhbəti var. Dəstək olmamasının səbəbi əhalimizin az olmasındandır. Məsələn 10 milyon Azərbaycanda var. Sən 50 milyona yaxında xarici şeydə var da, orada burada başqa ölkələrdə falan var. Əhalimiz azdır. Məsələn Türkiyəyə baxsan 80 milyon əhalisi var da, düzdür? Ya da onun qıraqlara yıxsan məsələn harca 150 milyon zad olar rahat. Random deyirəm ha bu arada. Məsələn Azərbaycan əhalisi yoxdur, dilimizi başa düşən yoxdur. Məsələn mən bu sürətdə danışıram. Mən kim başa düşəcək? Xarici baxan mən nə başa düşəcək? Lap keçsin Azərbaycanca təhsil alsın. Heç mən dediyimi siz başa düşmüsünüz, qaldı onlar başa düşər. Ən yaxın dostun ilə necə tanış olmusan? Hamısını bir-bir sayıram. Yaxşı, gəl hamısını bir-bir sayıram. Birinci başlayaq Yusifdən. Yusif qonşumdur, oradan tanıyıram. Sonra Rəşid sinif yoldaşımdır. Ramal da sinif yoldaşımdır. Ancaq 8-ci sinifdən o ilə sinif yoldaşımdır, oradan tanıyıram. Nəsibdəki qrup yoldaşımdır. Vəsə, hamısı bundan ibarətdir. Videoların önə çıxsın deyə, keşfətə düşsün deyə pul ödəmisən YouTube-a. Heç vaxt. Bu elədiyiniz şey çox axmaqcadır bu arada. YouTube-a reklam verməyiz ümumiyyətlə. Məncə məntiqsiz, mənasız bir şeydir uşaqlar. Yəni özünüz kifayət qədər keyfiyyətli əgər içerik üretmirsinizsə, yəni videolarınız izlənməyəcəkdir. İndiyə qədər heç atval almısan? Yox. Həyatım boyu zaten bir dəfə sevgilim olub. Ondan sonra heç bir qıza yaxınlaşmamışam da, heç bir qızdan xoşum da gəlməyib. Söhbətlərdir. Heç bir qızdan da atval yeməmişəm. Heç dostuna xəyanət etmisənmi? Yox, mümkün deyil. Mən etməmişəm, eləmərəm də. Əlində olsa Rəşidi silərsən. Niyə Rəşidi silim? Mən uşaqlar Rəşiddən gördüyünüz qədər nifrət eləmirəm. Ben zaten dostumdur. Dostum olmasaydı zaten yanımda olmazdı. Bizim evə gəlməzdi, bir yerdə vaxt keçirməzdik. İndiyə qədər fake hesabla birinə yazmısanmı və ya trolləmirsənmi? Yox, eləməmişəm belə bir şey. Ancaq Rəşid bir dəfə eləmişdim. Onun qaqa niyə həmişə eyni paltar geyinirsən? Qış donmursan? Gözləyin inşallah sizə bir dənə bir şey göstərir. Məncə bu kifayət qədər açıqlayıcı bir açıqlamadır. YouTube hesabını 10 illik silinir, nə eləyərsən? Tayasını açarım. Çox insan deyir ki, sevdiyim qız üçün canımı da verərəm. Sən olsan verərdin. Əgər qız bunu həqiqətən haqq eləyirsə, verərəm, niyə də verməyim. 100k olanda necə hisslər keçirdin? Mükəmməl hisslər keçirdin. Başa sağ ol. Əsmər yoxsa sarı, fərqi yox. Videoları az izləndikcə heç YouTube buraxmağı fikirləşmirsən. Sən bir dənə söz deyim, mən 5 ay əvvələ qədər atdığım videolar 100 izlən mənim belə keçmirdi. Buraxmağı fikirləşməmişəm, bundan sonra da fikirləşmərəm yəni. Sənə indiyə kimi reklam gəlib, gəlsə də qəbul eləmək istəyirsən. Gəlsə niyə qəbul eləmirəm? Təbii ki eləyirəm. Kim eləmir ki? Zaten indiki şeylərə zaten bloqerlərin çoxuna baxırsan, yəni 3 videosundan biri reklamdır, yəni ya da 2 videosundan biri reklamdır. Mən də gəlsə təbii ki qəbul edirəm də, kim istəməz. Zaten bu işin bir parçasıdır bu reklam işi bu arada. Heyvan olaraq doğulsaydın hansı heyvan olmaq istəyirəm? Mən tutuquşu olmaq istəyirəm. Həm danışa bilir, həm uça bilir. Daha nə istəyirsən? Bu il məktəbi bitirib universiteti keçənlərə məsləhətin nədir? Yəni universitet həyatı bəzən dediyi kimi girəndə. Bu arada universitet gözünüzdə böyütdüyünüz kimi deyil uşaqlar. Yəni universitet həqiqətən gözünüzdə o qədər də böyütməyin. Universitet bilirsiniz nə qədər nətərdir? Elə biz ki, məktəbin ardı kimi bir şeydir universitet. Sən öldürəm, eyni şeydir. Sadəcə imtahan versən, stipendiya alırsan, pul alırsan bir dənə. Bir dənə stipendiya almaq adamlar istəyir, bir dənə şey, tələbəçiliyin zor tərəfi odur da. Tələbə olanda daha olğun və daha böyük insanlarla tanış olursan. Yəni o tərəfi də yaxşıdır. Bir də ki, tövsiyəm nədir? Uşaqlar, sinifdə məsələn 30 dənə yəqin ki uşaq olar, 20-30 dənə uşaq olar. Hamı ilə arazı yaxşı tutmaq məcburiyyətində deyilsiniz. Birinci bunu deyim. Gedin hamı ilə davalin demirəm, ancaq hamı ilə isti dışlı olmaq məcburiyyətində deyilsiniz də. Özünüzə 2, 3, maksimum 4 dənə dostunuz olsun, yaxın dostunuz olsun. Qalanları çox da şey eləməyin. Vecdə olmasın da onu deməyə çalışırım. Əsas odur ki, oradan yaxşı dostlar çıxartmaqdır. Ailənlə yaşırsan, ailəmlə yaşasan, Ramal burada nə gəzir, Rəşid burada nə gəzir, Yusuf burada nə gəzir? Bu necə sualdır da yəni? YouTube-a başlamaq çətindir yoxsa asan? Mən oyun kanalı açmaq istəyirəm, ən böyük xəyalımdır, amma mənə çətin gəlir. YouTube-a başlamaq, zaten başlamaq nədir ki, zaten video atırsan, başlamış olursan da. Söhbət davamlılıqdır və səbirdir. Sən video atacaqsan, 5 nəfər baxacaq, 6 nəfər baxacaq, izlənməyəcək, sən həvəsdən düşəcəksən. Söhbət həvəsdən düşməməkdir və həvəsdən düşməyib bu davamlılığı saxlamaqdır. Əgər bunu eləyə bilsən, ən çətin tərəfi budur bu arada. Sadəcə davamlılığı saxladığın müddətcə uğur qazanmamaq ehtimalın yoxdur yəni. Sən bunu denəndə onaylandığı şəkildə sənə tövsiyəm verirəm. Yəni videonu çəkməkmi yoxsa edit eləmək mi çətindir? Edit eləmək çətindir. Yarım saat videonu çəkirəm, 20 dəqiqə yarım saat videonu çəkirəm. 2 saat edit eləyirəm ha. 2 saat bizə nə demək? Otururam kompüterim öz səsimi eşitməkdən bezirəm də. Başa düşürsən? Çəkirsən qabağa, verirsən qabağa, verirsən qabağa, səsi kəsirsən, söyüş kəsirsən, videolar söyüşlər nəzərdə tuturam. Yəni harasını kəsirsən, onu ayarırsan, bura qoyursan, yaxınlaşdırma effekti, uzatdırma effekti, yazılmaz. Yəni zülmdür də bildiyin yəni. Niyə görə az sayda dostun var? Çox sayda dostun olması çox mənasızdır. Bunu unutmayın uşaqlar. Çevrəniz nə qədər dardısa, o qədər keyfiyyətlidir. Çevrəniz nə qədər böyükdürsə, o qədər keyfiyyətsizdir. Bunu yadınızdan çıxartmayın, deyirəm və bu sual keçsin. Magistratura oxumağı düşünürsən. Zaten magistratura imtahanı vermişəm. O günlərdə də story falan paylaşmışdım deyəsən. Bəlkə də görmürsüz onu. Xaricdə təhsil almağı planlayırsanmı? Təhsil almağı yox da, getməyi planlayıram, ancaq təhsil almağı yox. İlk başlarında videoların izlənməyəni düşünürdüm, məndən YouTuber olmaz deyə. Bu arada sizə bir dənə söz deyim. Bəlkə də gülməli gələ bilər, amma həqiqətən mən həmişə fikirləşmişəm ki, məndən nə vaxtsa YouTuber olacaq, nə vaxtsa 5 il, 10 il, bəlkə nə qədər çəkəcək, amma nə vaxtsa tutacağım fikirləşirəm. Və içimdə həmişə bir ümid var idi. Həmişə içimdə
bir dənə qığılcım var idi. Deyirəm nə vaxtsa tutacaq, nə vaxtsa alınacaq həqiqətən. Evdə yeməklər kim pişirir? Sırayla bir dəfə Rama pişirir, bir dəfə mən pişirirəm. Nə bilim, evdə heç kəs olmayanda özümüz pişiririk. Zırt. Yəni beləsinə yaşayıb kəsirik. Türkan kimdir? Niyə onun videolarında başqa takipçilərin yoxdur onunla? O mənim takipçim deyil. Takipçim də düzdür. O mənim modumdur, moderatörümdür. Mən videolar kömək eləyir, videolar tapmağıma kömək eləyir. Məsələn, bəzi video fikirlərini tapmağıma kömək eləyir. Buna görə də onun adını çəkirəm. Ona təşəkkür edirəm ki, yəni bu qədər əziyyətdən məni qurtarır. Çünki video tapmaq çox çətin bir şeydir. Video sən arada bir kontent fikri də verir mənə. Buna görə də əziyyət olur deyə onun adını çəkirəm. Kruqda yaşsa ən böyük kimdir? Hə, Kruqda yaşsa görə kimdir? Uşaqlar sizə sayıram. Birinci Rəşiddir, oktyabrın 31-i. Oktyabr nədir la? Yanvarın 31-i, sonra Ramaldır, iyunun 3-ü. Keçən aylarda olmuş. Keçən ay nə idi? Bu ayın 3-ü də. Sonra mən gəlirəm, avqustun 13-ü. Sonra Yusif gəlir. Abi gözə Nəsib yadan çıxdı. Nəsib şeydir. Fevralın 26-sı olmalıdır. Nəsib fevralın 26-sıdır. Birinci Rəşid, Nəsib, Ramal, mən, sonra Yusif. Yusif 2005-ci ildir. Bizdən 1 yaş balacadır. Dost yəni yaşın çox da bir fərqi yoxdur da yəni. Noyabrın 12-si olmalıdır Yusif. Olmalı yox elədir. Sevdiyin qızı dostun da sevib. Yox təbii ki. Belə bir şeyin olması mümkündür sizə uşaqlar. Yəni bunu bildiyin cındırıqdır da. Yəni dostun da sən sevdiyin qızı sevirsə, o dostu çıxardın həyatınızdan. O dost nədir ki? Dost deyil o. Zaten bir dəfə sevdiyim qız oldu da. Yəni onun da dostlarım Qurban olun millətimə video fikri başlığı necə ağlına gəldi? Burada sizə bir dənə söz deyim. Bu Qurban olun millətimə videosunun ilk bölümünün başlığı bilirsiniz nə idi? Mən bu ölkədən deyiləm idi. Ondan sonra ikinci bölümünə Qurban olun millətimə qoydum. Birinci bölüm tutmadı, ikinci bölüm tutdu. Bundan sonra da mən artıq ondan sonra çəkdiyim videoları hamısının başını Qurban olun millətimə 1, 2, 3 olaraqdan dəyişdirməyə başladım və beləncə davam etməyə başladım. Yəni bunun hekayəsi belədir. Niyə həyatında qız yoxdur və heç düşünmürsən? Axutum yoxdur kimisə tanımağa. O Zibil, hansı rəngi sevirsən? Nə vaxt olmusan? Ad günün nə vaxtı? Nə bilim, evin sevdiyin yemək hansıdır? Zırt. Həvəsim yoxdur kiməsə tanış olmağa. Allah çox ərinirəm də yəni. Qurtardı suallarımız. Ay Zibil qurtardı, yox, qurtardı suallarımız. Yoruldum, bayağı yoruldum. Nəysə uşaqlar, bu videomuz bu qədər idi. 100 min olduğumuza görə ayrı bir təşəkkür edirəm. Sizə hamınıza hamınıza təşəkkür edirəm. Balıqlar da sizə təşəkkür edir. Bu son sual-cavab videomuz idi. Artıq bundan sonra sual-cavab videosu gəlməyəcək. Ümid edirəm ki, məni artıq tanımışsınızdır. Digər 2 bölümə də baxmaq istəyirsinizsə, baxa bilərsiniz, kanalımda var. 100 min abunə olduğumuza görə hər birinizə çox təşəkkürlər edirəm və bunu unutmayın uşaqlar. Əgər bir şey həqiqətən istəyirsinizsə, bir şeyin üzərində kifayət qədər çabalayırsınızsa, o şeyin olmama ehtimalı yoxdur deyirəm və bu videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə. Sağ olun.